Geçen yıl yani 2025. yıl Cenab Prezidentimiz Respublikada dayandı suverenliklə, həmçinin konstitusiyayla bağlı belə bir qeyd olundu. Təbii mən də öz növbəmdə bir Nadir Əfşar, necə deyərlər, dövlətinin tədqiqatçısı kimi belə qərara gəldim ki, Azərbaycan dövlətçiliyində ən böyük imperiya Nadir Əfşarla bağlıdır. Bu 18-ci əsrdə bildiyiniz kimi bu yaranmış bu imperiya 1736-cı ildə su qovşanda, yəni Azərbaycan ərazisində yaranıb və birinci Azərbaycan bəylərbəyliyi də orada yaranıb. Ona qədər Azərbaycan adında bəylərbəylik ya xanlıq olmayıb. 1736-cı ildə bu bəylərbəyliyə həm bugünkü Azərbaycan, Şimali Qafqaz ərazisi, müasir Ermənistan Respublikası, Gürcüstan Respublikası, Cənubi Azərbaycan ərazisi, həmçinin Türkiyənin şərq ərazisi daxil olub və bu bəylərbəyliyə də Nadir Şah öz qardaşı İbrahim Xəlil xanı təyin edib. Təbii daha sonra İbrahim Xəlil xan qəsd olunub, filmdə gedir və onun bibisi oğlu Əmir Aslan xan həmin xanlığı idarə edib. Və bir də vurğulayıram, birində Azərbaycan adı həmin bəylərbəylikdə olub, daha sonra isə bilirsiniz, Nadir Şahın qəsdindən sonra Azərbaycan və bütün İran ərazisi xanlıqlara bölünüb, 21 xanlığa bölünüb və həmin xanlıqların da ərazisi, da indi bildiyiniz kimi Qarabağ, Gəncə, Şirvan, nə bilim, daha başqa xanlıqlar ərazilərə bölünüb. Və sonra da 18-ci əsrdə artıq Nadirin ölümündən xeyli sonra Ruslar, yəni Pyotrun devrində birinci dəfə 1722-ci ildə bütün şərqi Azərbaycanı, Xəzər sahilini işğal etmişdi. Pyotrun məqsədi buradan Hindistana gedib çıxmaq idi və Nadirin hakimiyyətə gəldikdən sonra, bu tarix filmdə gedəcək, bir nömrəli məqsəd qoyur ki, təcili surətdə Rus qoşunları Xəzər yanı ərazisindən çıxarılmalıdır. 2 ay vaxt verilir və o devirdə Kraliyyədə Yelizaveta Rus qoşunlarını geri çəkməli olur. Və Nadir az bir müddətdə müstəqil böyük bir Azərbaycan dövləti yaradır. Mən ona 2014-cü ildə qələmə aldığım Azərbaycan Nadir Əfşar dövləti kitabında geniş vermişəm. Bu kitab dəfələrlə həm Azərbaycanda, həm Türkiyədə, həm ingilis dilində çap olunub və yayılıb və həmçinin də Türkiyədə böyük təqdimatlar da keçirilib, Azərbaycanda da. Əlbəttə, mənim kitabıma qədər tarixi kitab yazılmamışdı, çox təəssüflər olsun. Bir sıra romanlarımız var idi. Ancaq Nadir Əfşarın, bilirsiniz də, o tarixini Rusiya imperiyası, necə deyərlər, qadağan etmişdi. Ümumiyyətlə, türklərin tarixini qadağan etmişdi da bu barədə uzun-uzadı danışıb vaxt aparmaq istəmirəm. Və o devirlərdə mən bu təklif olundu, belə yaradıcı qulub ki, onunla film çəkək, həm Türkiyədən, həm Azərbaycandan. Düzü, mən razılaşmadım ki, bir halda ki, Azərbaycan torpaqları işğal altındadır, belə bir filmi çəkməyə düzü mən razılıq vermədim. Ancaq 2020-ci ildə Azərbaycan torpaqlarımız artıq demək olar ki, suverenliyini tam bərpa elədi 2020-2023-cü illərdə və mən də belə qərara gəldim ki, bu filmi çəkmək olar. Əlbəttə, filmin geniş formatı 1 saat 10 dəqiqədən ibarətdir, ancaq biz bir qədər onu azaltdıq, qısaltdıq televiziyalar üçün və indi baxanda yəqin ki, tamaşaçılar görəcəklər. Həm Azərbaycanın suverenliyinin bərpası, həm konstitusiya elimizə, həm də dediyim kimi böyük Azərbaycan tarixi olan, böyük Azərbaycanın sərkərdəsi olan, dünya əhəmiyyətli, bunu da indi tarixçilər bilirlər, bütün dünyada olan tarixçilər, şərqşünaslar Nadir Şahı İskəndərlə
Napolyonla, həmçinin Teymur Lənklə, Çingiz xanla müqayisə edirlər onun hərbi duasını. Çox vurğuladım, təəssüflər olsun ki, bizim Sovet tarixçiləri bunu, necə deyərlər, tarixdə istəyiblər ki, onun şöhrətini azaltsınlar, lakin buna baxmayaraq, elə Nəriman Nərimanovun özü birinci Nadir Şah dramatik əsərini yazıb və bunlar da səhnələrdə də dəfələrlə gedib. Əlbəttə, tamaşaçılar öz fikirlərini bu film barəsində deyəcəklər. Bir də mən vurğulamaq istəyirəm ki, bu tarixi bir sənətli filmdir. Yəqin ki, Allah Teala qismət eləyəcək ki, gələcəkdə belə bir filmlər bədii formada da çəkiləcək. Azərbaycan xalqı da özünün tarixi keçmişini daha çox dərindən tanıyacaq.